Президент Азербайджанской республики Ильхам Алиев, первая леди Мехрибан Алиева и их дочь Арзу Алиева ознакомились с работой, проделанной в селе Ханабад Ходжалинского района. Специальный представитель в городе Ханкенди, Агдыринском и Ходжалинском районах Эльчин Юсупов проинформировал главу государства и первую леди о проделанной в селе работе. Село Ханабад входит в одноименный административно-территориальный округ Ходжалинского района. Оно было освобождено от оккупации в 2023 году в результате антитеррористической операции вооруженных сил Азербайджана. До оккупации в селе действовали средняя школа, дом культуры, библиотека и медпункт. Здесь также находятся памятники архитектуры республиканского значения, церковь 13 века и крепость Аслан 9 века. В селе в целом насчитывается 276 домов, из которых 115 непригодны для проживания, а 161 частично пригоден. На данный момент отремонтированы 120 домов. К концу этого года будет сдан в пользование еще 41 дом. Несколько дней назад в село вернулись 38 семей, 154 человека. В Ханабаде реализован ряд социальных проектов. В частности, восстановлены 3 трансформаторских пункта, электрические и газовые линии. В то же время проложены новые электрические, газовые и оптические линии, отремонтированы субардизианские скважины и водохранилища, начато строительство 2 новых водохранилищ. Для обеспечения села водой на территории поселка Аскеран построена насосная станция, восстановлены внутрисельские дороги. На въезде в село установлена композиция Ханабад. На берегу озера Ханабад создан парк, построена эскалада, поднят государственный флаг. Затем президент Ильхам Алиев, первая леди Мехрибан Алиева и их дочь Арзу Алиева побывали в доме переехавшего в село Амраха Сахибли. Kənd buradan görünür elə. Buradan. Yardımcı sahələr də var. Necə yerləşmiş? Çox gözəl. Allah razı olsun sizdən. Gəlin, sağ olun. Gəlin. Ev necədir? Çox gözəl. Yaxşı. Neçə gündür, 5 gündür buradasın. Duygu. Gel Mehriban Hanım'la. Sağ ol, hoş geldiniz. Bu yavaş sarmaz. Salam. Çok sağ ol. Şahit müdürü. Yəni işlə təmin etmək üçün də təkliflər verərsiniz. Artıq müraciət edib bir də demişək. Sürücü işləyir, ümumiyyətlə məşğulluqla bağlı cənabcığım. Biz çalışırıq maksimum sizin tapşırığınızı yerinə yetirək. Əlbəttə, burada məşğulluq. Xocalıya köçən 4100 əhalidən 1230 nəfər daimi işlə təmin oldular. Müəssisələrimiz də çoxdur. Müəssisələr də çoxdur. Hamısında iştirak edirsiniz. Burada məktəb də var. Var. Burada da var. Bəli. Məktəb də var. Müəllimlər necə? Biz 110 ailəni köçürəndən sonra bugün müəllim kontingentini yığacaqlar buna məktəbin açılmasına. Çünki az əhali ilə aça bilmirlər. 110 qısa müddətdə Novruz bayramına qədər 110 ailə köçürüləcək bura. Evlər hamısı hazırdır. Səndə çalışın var. Sən işğaldan sonra valideynlərini sağlayır. Şehirlere şehir öğrendim. Arada da burada. Ben de Xanabad kəndi anlarım. Yaxşı. Onları da Güzel, təbrik edirəm. Gedək şəkil çəkdirək ayrıdan. Gedər inşallah. Təbrik edirəm. Çox sağ olun. Təbrik edirəm. Buna yaxşı, sən yaxşı oxu, məni göstərərsən. Sağ olun. Çok sağ olun. Sağ olun. Allah. Səhə də gəl. Onat götürüb səni buca. Ne yaxşı balasan.
Bax, ora şəkil çəkəcəksən. Bax, bax ora, bax. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol.